Biz burada Azərbaycanda doğulduğumuza görə özümüzü müsəlman sayırıq. İmam Əbu Hənifənin belə necə dünyasını dəyişdiyini bilmirlər. Mən bunu ateistə deyirəm. Deyir ki, mən dindən çıxdım. Deyirəm, nə vaxt girmişdim? Bir nəfər oğru belə neysə oğurladığı zaman kiminsə gəlib ondan oğurlanmasına etiraz eləyəcək. Allah Quran-Kərimdə namaz qılın deyə əmr eləmir. Peyğəmbər ingilislərə gəlmiş olsaydı, ingiliscə danışasıydı. O zaman belə çıxır ki, 14 əsrdir bizim bildiyimiz bir İslam var və 14 əsrdən sonra Elşad bəy deyir ki, məsələn, siz İslamı səhv başa düşmüsünüz. Elşad bəy, fikirlərinizin bir çoxu ilə razı deyiləm, amma fikir azadlığınızı sona qədər qorumağa hazıram. Təşəkkür edirəm. Başlayaq. Buyurun. Siz rasional düşüncəni əsas götürürsünüz. Ağıl və vəh toqquşanda hansını qurban verərsiniz və bunun Quran əsaslı dəlili varmı? Çünki vəh əgər göndərən Allahdırsa, insanı yaradan Allahdırsa, bunların toqquşması, paradoks olması mümkün deyil. Çünki sadəcə mən oradan bu nəticəni çıxarıram ki, başa düşmədiyim məqamlar var, onu araşdırıb daha düzgün cavabını tapaq. Çünki biz tapa bilmədiyimizə görə demişik ki, inanmaq lazımdır. Amma Allah bizdən birinci inanmağımızı istəmir. Quran-Kərimdə Muhammed surəsinin 19-cu ayəsində deyir ki, fə'ləm, birinci bil. Hətta la iləhə illallahın özünü belə bilməliyik. Bilmədən edilən bir şey təqlidçiliyi aparır, çıxarır. O zaman belə çıxır ki, 14 əsrdir bizim bildiyimiz bir İslam var və 14 əsrdən sonra Elşad bəy deyir ki, məsələn, siz İslamı səhv başa düşmüsünüz. Normaldır. Bu 14 əsrdə ölən hamı cahiliyyət dövründə ölən insanların hökmündədirlər. Təcə bir rəqəm soruşum. 14 əsr ərzində gələn müsəlmanların sayı nə qədərdir? Ortalama saysaq... Deyə bilmərsiniz bir rəqəm. Nə desəz səhv olacaq. Əlbəttə, təbii ki, Ona görə təxmin olacaq. Bəli, təxmin olsa da belə təxminin də ona uyğunluğu var, uyğun olmayanı var. Aha. Çünki bu günlərim onu deyən insanlar nə qədər alim gəldiyini, nə qədər kitab yazıldığından xəbərləri yoxdur. 14 əsrdə bu sözlər bəlkə də deyilib, biz bilmirik. Niyə bilmirik? Çünki elə kitablar var ki, məsələn deyir ki, Kamran bəy bir kitab yazır, deyir ki, Elşadın vaxtı ilə yazdığı kitabda dediyi bu məsələ elə deyil, belədir. Elşadın o kitabı varmı? Deyir, yox, qadağan olunub, yandırılıb, ortalıqda yoxdur. Deməli ki, bu kitab olub, sadəcə o düşüncədə olmayan insanlar həmin kitabları yasaqlamaqla aradan qaldırıbdılar. Çünki tarixdə məsələn Mutəzilə deyilən anlayış olub. Və yaxud da özünü bu günlərim Türkiyə və yaxud da Əfqanistan Hənəfi məzhəbinə mənsub olduğunu hesab eləyir. İmam Əbu Hənifənin belə necə dünyasını dəyişdiyini bilmirlər. Məsələn, onun da Sokrat kimi zəhərli yeməyə qatılaraq öldürüldüyünə xəbərləri yoxdur. Həmin dövrdəki hakimiyyətin fikirlərini qəbul eləmədiyinə görə bəzi həmin dövrdəki alim sayılan insanların fətvaları ilə qətlə yetirildiklərindən xəbərləri yoxdur. Çünki bu normal bir şeydir. Amma bu yenə də bəlkələrdir. Hamısı bəlkədir. Niyə? Çünki bu məsələni biz araşdırdığımız zaman görürük ki, bu ərəbin birindən soruşursunuz. Deyirsən ki, qardaş, bax Quran-ı Kərimdə məsələn də bildiyimiz bir şey deyir ki, həcc məlum aylardadır. Aylar gəlir. Aylar deyəndə siz neçə ay başa düşürsünüz? Deyir minimum 3. Deyirəm o zaman niyə bircə dəfə həcc eləyirsiniz? Deyir onda hədislərə gedək. Deyirəm gedək. Deyir Peyğəmbər ömründə bircə dəfə həcc eləyib. Deyirəm gözəl. Peyğəmbər ondan sonra yaşadı mı? İkinci dəfə elədi mi? Yox. Bəlkə yaşasaydı ikinci, üçüncü, dördüncü dəfəndə başqa aylarda eləyəsiydi. Yaxud da deyirəm ki, məsələn, bu rus dilində olduğu kimi, jenskoy rod, murskoy rod söhbətində olduğu kimi, deyirəm ki, eyni şey, məsələn, Quranda baxırıq ki, bir yerdə bir məsələdən kişi cinsində bəhs olunur, müzəkkər deyirlər, bəzi yerlərdə müənnəs gəlir. Deyirəm ki, o zaman bu eyni məsələdən bəhs eləmir. Birində bəhs elədiyi qadın cinsində olan məsələ tamamilə başqa bir şeydir, kişi cinsində gələn başqa bir məsələdir. Gəlin bunun kökünü tapaq. Bunu tapdığımız zaman görürük ki, fərqli bir mənalar çıxır. Sadəcə insanlarımız bəzən bunun üzərində çox düşünmür. Məsələn, mənim yanaşmalarımdan biri də deyir ki, Süleyman Peyğəmbər quşlardan danışdı. Deyirəm, yaxşı, bu danışmağı necə bilirik? Ya Süleyman Peyğəmbər də quş kimi cəhcəh vuracaq, biz də kənardan baxacağıq ki, bəli, quşla danışır. Yaxud da biz də quş dilini bilməliyik ki, onlara nə danışdıqlarını bilək. Yaxud da içlərindən biri yalancı ola bilər, deyə bilər ki, hə, o quş danışırdı, bu da öz dilində danışırdı, bir-birlərini başa düşürdü və nəticə çıxdı. Deyirəm, niyə biz bunu quşu, məsələn, bizim tariximizdə olan ağ qoyunlu kimi, qara qoyunlu kimi bu metaforlarla başa düşməyək?
Və yaxud da niyə oradakı məsələn qarışqanı bu gün qonşu qardaş Türkiyəmizdə atom karınca, atom qarışqa kimi işlətdikləri, yəni daha enerjili, daha dayanmadan hərəkət eləyənlər barəsində fikirləşməyək. Amma yenə də bu bəlkə və ola bilərlərdir. Xeyr, niyə bəlkə deyil? Çünki mən bunu ərəb dili mütəxəssisindən soruşuram. Deyirəm ki, əgər bir yerdə kişi cinsində gəlirsə və yaxud da bu ifadə, deyək ki, ismi məfsul əlləzi deyə işlənirsə, bu cansızlar üçün işlənə bilər, deyir xeyr. Deyirəm, iradəli olmayan varlıqlar üçün işlənə bilər, deyir xeyr. Deyirəm, bu ağıllı olmayan varlıqlar üçün işlənə bilər, deyir xeyr. Deyirəm, bəs burada necə işlənir? O zaman bunun cavabını hardan tapırıq? Yenə Qurandan. Heç bir mənbəyə istinad eləmədən Quranın özü-özünü açıqlamağını kəşf edirik. Biz heç bilmirik axı qarışqa iradəsizdir yoxsa yox. Bu günlərim indi onu müzakirə mi eləyək? Bu quşların danışığından danışırıqsa qarışqanın iradəsinə də rahat keçə bilərik. Bir də ki, bu 1400 ildəki, yəni doğrudan da bu qorxulu bir şeydir, İlşad bəy. 1400 ildəki bu dünyasını dəyişən müsəlmanların cahiliyyət dövründə öldükləri kimi sayılmağın, məsələn, mən fikirləşəndə, yəni bəlkəsi belə qorxuludur. Yəni bu günlərin 1400 ildə nə qədər adamın bu fikirdə olduğunu bilirikmi? Nə qədərinin bu fikirlərdən görə öldürüldüyünə xəbərimiz varmı? Xeyr. Biz bu günlərim sizin dediyiniz, deyək ki, 1 milyon insan yaşayıb. Misal üçün deyirəm. 1 milyonun içində deyək ki, 100 nəfər bu fikirdə olubdur. Hanı olar? Həmin dövrdə internet mi var idi? Məsələn, bu günlərim mənim qadağan olmuş kitabımı oxumusunuzmu? Xeyr, mümkün deyil. Halbuki internet əsrində yaşayırıq. 100 nəfəri qoyuram. Məsələn, 100 nəfərdən məni bu dəqiqə düşündürən milyonlarla müsəlmanın o nə ilə bitəcəyidir. İndi gəlin onu da sorğulayaq. Məsələn, bu milyonlarla müsəlman Qurana inanır. Əsas olaraq birinci onu qəbul edir. Və həmin o milyonlarla insanın birinci növbədə qəbul elədiyi ayə olaraq Qurandan deyir ki, Ələq surəsinin ilk ayəsidir. Nə deyir? İqra bismi rabbikəl-ləzi xaləq. Yaradan Rəbbinin adı ilə oxu. Deyirəm, nədir ilk gələn əmr? Deyir, oxu. Və ondan sonra statistikaya baxırım. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə dünyada oxumağı və yazmağı bacaranların azlığı müsəlman ölkələrin payına düşür. Deməli ki, biz coğrafi müsəlmanıq. Biz burada Azərbaycanda doğulduğumuza görə özümüzü müsəlman sayırıq. Mən Kamran bəydən soruşsam ki, nə vaxt İslama qəbul olmusunuz? Nə deyəcəksiniz? Varmı elə bir seremoni, elə bir ayin? Çünki bu müsəlman valideynlərdən doğulmusunuz, özünüzü hazır bir yerdə tapmısınız və bu gün özünüzü müsəlman rahatlıqla adlandırırsınız. Mən bunu ateistə deyirəm. Deyir ki, mən dindən çıxdım. Deyirəm, nə vaxt girmişdim? Amma biz bunu hidayət kimi başa düşürük də. Məsələn, Allahın hidayətidir ki, biz müsəlman doğulmuşuq. Allah niyə başqalarının hidayət eləməyibmi? Onlar müsəlman doğulmamağına görə, məsələn, xristian doğulub deyə o nə günahın sahibidir ki, o xristian doğulub və yaxud da buddist doğulub. Amma bu Allahın hökumətidir də, mən oralara qarışmıram. Yox, Allah bilirsiniz necədir. Birinci növbədə dini qəbul eləmək üçün həmişə deyilən bir anlayış var ki, bir insanın bir ağlı olmalıdır, azad olmalıdır, müəyyən bir yaş həddi olmalıdır. Deyirəm, əgər ağlı olmalıdırsa, Allah da bizdən dəfələrlə Quranda əfələ təqulun, niyə ağlınızı işlətmirsiniz, niyə düşünmürsünüz, niyə təhlil eləmirsiniz deyə soruşursa, o zaman bu ağlı niyə verir? Bunu verən, əgər ağlımızı işlətməməyimizi istəyirsə və bunu da bir hikmət olduğunu iddia edirsə, o zaman biz burada niyə yaşayırıq? Yəni mənası varmı bu ağlın, iradənin, şuurun, düşüncənin, bu sorğulamağın? Sizcə bizim ağlımızın çərçivəsindədir onun hikmətini sorğulamaq? Onun hikmətini sorğulamaq deyil məsələ. Orada Quran-Kərimdə deyir ki, Allah hər kəsə hikmət verdiyini deyir. Sadəcə olaraq bilirsiniz necədir? Bu günlərim mən öz qabiliyyətimdən müəyyən qədər istifadə edə biləm. Kamran bəy bu günlərim deyir ki, aktyorluq qabiliyyətindən daha gözəl istifadə edir. Mən onu kəşf eləyəmirəm. Amma bir məsələni kəşf eləmək üçün onun üzərində işlədikcə, düşündükcə, araşdırdıqca, oxuduqca, öyrəndikcə onun üzə çıxdığını görürük. Məsələn, deyək ki, biri yaxşı futbolçudur, deyək ki, bunun içində var. Biri də var, özü üzərində çalışaraq bunu davam elətdirir. Əgər biz beynimizi belə bu gün oxumasaq, inkişaf elətdirməsək, o məhv olacaq. Ona görə Quranda ağıl sözü isim kimi gəlmir, feil kimi gəlir. Hərəkət kimi gəlir. Çünki hərəkət eləməsən, ağlı göstərməsən, bu ağıl yox hökmündədir. O zaman bax deyirsiniz, Quranı hamı oxuyub, başa düşə bilər. Hamının başa düşdüyü düzdürsə, təbii ki, hamı öz anladığını həqiqət sayır. Onda belə çıxır ki, həqiqət 1 milyard, 2 milyard dənədir. Çünki hamı oxuduğunu həqiqət sayır. Yox, iki cürə həqiqətlər var. Biri var mənə görə, Kamran bəyə görə olan həqiqət. Biri var ümumbəşəri həqiqətlər. Ona Quran deyir məğruf. Əmri bil məğruf, nəhyənil münkar deyirlər ona. Yəni, hamının yaxşılığı. Məsələn, bu günlərim insanın içinə Rum surəsinin 30-31-ci ayələrində də var, fitrət yerləşdirilib.
Yəni yaradılışımıza uyğun yaşamaq. Bir nəfər oğru belə nəysə oğurladığı zaman kiminsə gəlib ondan oğurlanmasına etiraz eləyəcək, qarşı gələcək. O da onun pis olduğunu bilir. Çünki onun içindəki bu proqram var. Məsələn, dünyanın hər bir yerində yalan danışmaq pis qəbul olunur. Heç kim deyə bilməz ki, mən yalan sevirəm. Hər bir yerdə xəyanət pis qəbul olunur. Kimsə məsələn xristianı, buddisti, indusu və s. deyə bilməz ki, yox mən bunu xoşum gəlir, belə olmağı yaxşıdır. Bu insanların insanlıq dəyərləridir. Amma necə başa düşsünlər ki, bunlar Quranı düz oxuyub düz başa düşürlər? İndi gələk digər məsələyə. Məsələn, hər kəs hər oxuduğu kitabdan adi bir roman oxuyan insan belə o oxuduğu məsələdən ya romanın müəllifini tanıyır, başa düşür, onun oradan nə demək istədiyini dərk eləyir, yaxud da oxuyur, kənardakı bir adam bilmədən oradan başqa nəticələr çıxarır. Allah da bizə bir kitab göndərir. Bu kitab nədir? Məsələn, deyək ki, Kamran bəy oxuyur, oradan deyək ki, bugün sənəti ilə bağlı müəyyən məqamların olduğunu görür, dəhşətə gəlir. Yaxud da başqa biri oxuyur, istimtaqla bağlı, məsələn, Yusif qissəsində olan məsələləri o götürür. Biri də çıxır, məsələn, Pakistanlı alim kimi, Abdüssalam kimi, o da oxuyur, başqa bir məqamı görür və buna görə gedir Nobel mükafatı alır. Biri də var, oxuyur, deyir ki, yalan danışma, oğurluq eləmək, bunu götürür, öz həyatına davam eləyir. Yəni, biz öz dünya görüşümüzə görə, dərrakəmizə görə oradan bizə lazım olanı götürürük. Amma bu navigatordur. Amma məsələn, mən bura gəlməmişəm və siz mənə navigator göndərsiniz ki, Elşad bəy, bura gələndə bu yollarla gələrsiniz. Mən də baxıram, mənə 2 yol göstərir. Tıxaclı yol, qırmızı, bir də yaşıl yol. Yaşıl yolla gəldiyim zaman gecikər bilərəm, tıxaclı yolla gəldiyim zaman da yenə gecikəcəm. Hansı seçim mənimdir. Mən bundan artıq hansı Waze mi istifadə eləyəcəm, Yandex mi istifadə eləyəcəm, Apple Map mi istifadə eləyəcəm, Google Map mi istifadə eləyəcəm, bu mənim qərarımdır. Bu Quranın hal-hazırda hökmlərindən gedir, yoxsa ibrətlərindən? Çünki ibrəti biz nağıl kitabından da götürürük. Qurandakı hökmlər standartdır, bəllidir. Məsələn, Quranda deyilən standartlarda burada başqa bir variant yoxdur. Məsələn, deyək ki, navigator bizə 3-cü alternativ yol göstərə bilməz, çünki yol yoxdur. Budur. Bəli, budur. Onu götürəndə, məsələn, Allah deyir ki, adam öldürmə, bunun başqa bir tərəfi yoxdur, yarısını öldürüm deyə bilmərsən. Qılıncla mı öldürməyim, sonra nə bilim, tapanca ilə mi öldürməyim, lazerlə mi öldürməyim deyə bilmərik. Nəticə önəmlidir. Nəticədə baxanda onsuz da məsələn namaz haqqında görə nə qədər ixtilaflar var. Məsələn siz də deyirsiniz ki, məsələn namazı Azərbaycan dilində qılmaq olar. Bəli. Amma bunlar ibrət deyil də, bunlar hökmdür. Yox, indi gəlirəm ora. Allah Quran-Kərimdə namaz qılın deyə əmr eləmir. Okay. Əqimus səlat deyir. Namazı düzgün şəkildə yerinə yetirin, doğruldur. Çünki Qurana baxanda müşriklərin də namazından bəhs edildiyini görürük. Yəni Məhəmməd peyğəmbər gəldiyi zaman özündən heç bir ibadət növü, heç bir yenilik gətirmədi. Mövcud olanları islah elədi. Yəni bir növ inqilab dediyimiz anlayış yanlışları aradan qaldıraraq insanlara çatdırdı. Həmin dövrdəki insanlar namazın nə olduğunu bilmirdilərmi? Bilirdilər. Amma onu demək olarmı ki, o vaxtda namaz yox idi? Xeyr. Ona görə də Allah deyir ki, əqimus səlat, namaz qılın. İndi gələm digər məsələyə. Bəs yaxşı, digər peyğəmbərlərlə bağlı namaz qılın əmri varmı? Baxıram ki, İbrahim peyğəmbərdən də bəhs olunur, Musadan da bəhs olunur, namazla bağlı. Onlar qılıbmı? Qılıb. Ərəb dilində mi qılıbdılar? Yox, söhbət zikirdən gedir. Bu zikrin forması necədir? Ana dilində mi qılıbdılar? Təbii ki. İbrahim surəsinin 4-cü ayəsində deyir ki, Allah hər kəsin öz dilində, yəni peyğəmbər ingilislərə gəlmiş olsaydı, ingiliscə danışasıydı. Aramilərə gəldiyinə görə arami dilində danışıb, İbranilərə gəldiyinə görə İbrani dilində danışıb. Yəni o dildə olub ibadət. Yəni mən bunu Amma Quranın möcüzəsi elə ərəbcə olmağında da xeyr, o zaman ərəb dili möcüzəli bir dildir. Möcüzəli bir deyil, amma ki məsələn Siz özünüz dediyi inkar edirsiniz. Yox, bu biz ölçülər, vəzinlər. Ola bilər. Biz onu tərcümə eləyəndə Azərbaycan dilində bizim qəzəllərimizdə və yaxud da şeirlərimizdə o ölçülər yoxdurmu? Hamısı ərəb mənşəli sözlərdir. İndi gəlin onu getməyək. Nə qədər ərəb mənşəlidir, nə qədər deyək ki, fars Biz görə bizim mənşəlidir. sözlər Məsələn, ahəng bu qanuna günlərim görə tabe işlətdiyiniz olmur. namaz sözü fars mənşəlidir. Dəstəmaz sözü fars mənşəlidir. Ərəb dilində dəstəmaza vudu deyirlər, namaza salat deyirlər. O zaman bunu indi nə deyək? Amma biz necə? Məsələn, mən duanın istənilən dildə sizinlə dediklərinizə razıyam. Hansı İndoneziya dilində dua eləyir, hər öz dilində dua eləsin. Amma bu namaz hökmdür axı. Və mən necə başa düşürəm? Namaz hökmdür, forması var, var. Hərəkəti var, var. Mətni sabitdir, sabitdir. Biz bu günləri əgər mətni dəyişdik, Azərbaycan dilində elədik, siz deyən kimi, düzdür? Sabaları nə məlumdur ki, kimsə çıxıb deməyəcək ki, mən formasını da dəyişirəm, hərəkətini də dəyişirəm. Mən səcdiyə qulağımla gedirəm, qulağım dəysin yerə.
Hə, indi Bu təhlükəli deyil. Yox, orası dediyiniz doğrudur. İkinci tərəfə, birinci tərəfinə razılaşmıram. Niyə? Çünki məsələn mən sizə telefon deyəndə nə başa düşürsüz? Bu günlər əlinizdə tutduğunuz Türk telefon. telefonu. Amma 15 il əvvəl yaşasaydınız telefon Ev deyəndə telefonu da var, əlbəttə. belə səs eləyən telefon başa düşəsəydiniz, bu heç ağlınızın ucundan da keçməyəsiniz. 100%. Düzdürmü? Amma elə bir şey var ki, buradakı məqsəd nə idi? Telefondan istifadə elədiyimiz məsələlər. Artıq bu telefondan biz başqa cür istifadə edirik. Siz bu dəqiqə telefondan danışmaq üçün istifadə eləmirsiniz. Ora baxıb mətnlərdən sualları vermək üçün istifadə edirsiniz, düzdürmü? Yəni bir mətn olaraq, Word olaraq, bilgisayarda olan bir anlayışı istifadə edirsiniz. Namazda da məsələn deyək ki, mən telefon deyəndə başa düşdüyünüz kimi, namazda səcdə deyəndə səcdəni əlini belə qoyub uzanmaq kimi başa heç kim düşməyəcək. Papaq deyəndə bunu ayağa geyinilən bir corab kimi başa düşməyəcək. Bunun adı var. Namazda nədir? Qiyamdır, ayaq üstə dayanmaqdır, şiəsi də, sünnüsü də hamısı durur. Qirayətdir, orada nəsə oxumaqdır, bunu hamısı eləyir. Quddur, oturmaqdır, səcdədir, rukudur, hamısı eləyir. Burada problem nədir? Biz niyə bunu qəlizləşdiririk? Ona görə problem yaranır. Mən deyirəm ki, namazda məndən soruşurlar, əl açıq qılım, əl bağlı qılım. Deyirəm, istədiyin kimi qıl. Mənim dostlarım var, əl açıq da qılır, əli bağlı da heç bilməmişəm ki, mənim dostum məsələn bir yerdə qılanda bir dəfə gördüm ki, əl açıq qılırmış. Bir dəfə bunu müzakirə edikmi? Xeyr, heç bir zaman. Niyə? Çünki bizim Allah təsəvvürümüzdə yanlışlıq var. Fikirləşirik ki, Allah deyəcək ki, Kamran, sən əl açıq qıldın, sən bu namazların üstündən kres qoyuram. Elşad, sən əli bağlı qıldın, ey Allah, səni cənnətə göndərim, bunu cəhənnəmə göndərim. Belə bir Allah təsəvvürü ola bilərmi? Allah yanaşması ola bilərmi? Biz Allahı necə qəbul eləmişik? Birinin saçı az-maz göründü buradan 3 qram, görsəndə sən hicaba uyğun eləmədin, bunun cəhənnəm atın. Belə bir Allah təsəvvürümüz mü var bizim? Bu problem buradan qaynaqlanır. Mən deyirəm, biz Allahı daha fərqli şəkildə bizə qorxudan, çəkindirən, cəzalandıran, gözləyən ki, bunlar səhv eləsin, gəlsin, onları mən bir dəqiqə cəzalandıracağım deyilən bir anlayışdan qurtulaq. Çünki Allah Quranda özünə nəyi əmr eləyir? Özünə əmr elədiyini deyir. Prinsipial Allah görürük. Nəyi əmr eləyir? Deyir ki, mən özümə mərhəməti əmr eləmişəm. Mərhəməti əmr eləyən Allahı biz necə təsəvvür eləyirik? Amma hökmü də var da. Məsələn, onda hökmlər niyə lazımdır ki? Məsələn, mən yoxsa durum namazı elə danışa-danışa qılım da. Məsələn, Allah deyir ki, danışa-danışa namaz qıla bilməzsən. Hökmdür. Harda deyir onu? Yəni, bu hədislərdə də gəlib. Heç harda yoxdur elə bir şey. Bu sadəcə sizin bu günlərim özünüzə görə fikirləşdiyiniz bir... Yox, biz danışa-danışa namaz qıla bilərik. Namazda bizim o danışdığımız nələrdir? Məsələn, deyək ki, namazda... Amma sabit mətni var da. Deyim də, namazda Qurandan hər şey oxuya bilirik. Qurandan hər şey oxuya bilirik də. Məsələn, iblislə Allahın diyaloqunu orada oxuduğumuz zaman bu bir diyaloq deyilmi? Burada... Hətta, məsələn, deyək ki, bir ayəni oxuyuram, Ələ surəsində, orada deyir ki, mən sizin uca Rəbbiniz deyiləmmi? Bu Allahın sözü deyil, bu Fironun sözüdür. Amma Qurandan oxuyuram. O zaman bunu düşünməli deyilikmi? Yaxud da adam götürüb, məsələn, deyir ki, avazla oxuyur, təcvid qaydasından oxuyur, biz də qulaq asırıq, səsə heyran qalırıq və ağlayırıq. Orada, məsələn, deyir ki, Bəqərə surəsinin 222-ci ayəsində qadınların heyz halından bəhs olunur. Deyir, sənə ondan soruşurlar, niyə ağlayırsan? Və yaxud da borcla bağlı, borc alış-verişində onu yazmağımıza əmr eləyir. Biz niyə bunu yazmağın əvəzinə oturub ağlayırıq? Yox, mən amma əminəm ki, siz məsələn namaz qılırsınızsa, sizə telefona zəng gəlirsə, siz telefonu qaldırmırsınız da. Telefonu mən əvvəlcədən qoyuram kənara, fikrimi çalışıram ki, cəmləşdirim orada. Niyə? Oxuduğum ayələri dərk eləməyə çalışıram ki, nə oxuyuram burada. Yoxsa bu mənim üçün nə olacaq? Ritual olur, əyilib qalxmaqdan ibarət olur, heç nə də anlamıram. Amma mən oxuduğum hər sözü belə anlamağa çalışıram. Allahla ünsiyyət qurmağa. Sadəcə o deyil. Məsələn, mən tək qıldığım, çox vaxt tək qılıram. Deyək ki, planşeti qoyuram qabağıma, əzbər bilmədiyim Quran ayələrini belə oxuyub, orada ondan sonra onu müzakirə ilə özüm üçün düşünürəm və qeydlərimi eləyirəm. Ümumiyyətlə, Allahın əmrlərinin hansının məcaz və ya hansının real olduğunu niyə əsaslanaraq bilirsiniz? Gedişata görə. Məsələn, bu günlərim Azərbaycan dilində işlətdiyimiz bir söz var. Mənim gözüm səndən su içmir. Bunu nəyə görə bilməliyəm? Və yaxud da axşam gəl 100 vuraq. Bunu nəyə görə başa düşməliyəm? Vurmaq bilirik ki, başqa bir şeydir. Və yaxud da üz. Nəyə görə bilməliyəm? Üz isim olaraq mı deyir, yoxsa əmr olaraq mı deyir? Amma bunun bir meyarı yoxdur da. Yəni mən də istədiyim... Meyarı var. Meyarı. Çünki kontekstdən çıxarmadan biz əvvəlki ayə ilə sonraki ayəyə baxdığımız zaman onun cavabını tapırıq Qurandan. Onda belə çıxır ki, meyar sizin ağlınızdır. Meyar Qurandır. Ağıl vəhyə zidd ola bilməz. Mümkün deyil.
Çünki sadəcə dediyim kimi, Bu rasional ağıldan gedir, irrasional ağıldan. vallahi Hər ikisi də ola bilər. Çünki niyə? Bunu biz özümüz ayırırıq. Bu rasional ağıldır, irrasional ağıldır. Bu bizim işlətdiyimiz terminlərdir. Mənim bu günlərim ağılla baxıram ki, Qurana, burada işlədən, məsələn, nə deyir orada? Baxıram ki, deyir ki, burada filan ayədən bəhs olunur. Misal üçün, bir yerdə deyir ki, sinələri yenicə çıxmış qızlar veriləcək cənnətdəkilərə. Deyirəm, axı, ərəbcəsinə baxıram, innən lil muttəqin deyir, müttəqilər. Ərəb dilinə görə müttəqilər sözündən qadınlar daxildir, daxil deyil. Bunu heç kim inkar eləyə bilməz, daxildir. O zaman cənnətə gedən müttəqi qadınlara da mı bu cürə tərcümə olunan qızlar veriləcək? Bu absurddur. O zaman nə edirsən? Bunu araşdırmağa başlayırsan. Kəvaib sözü nədir, atrab sözü nədir? Birinci növbədə Quranda başqa harda keçir, onu araşdırırsan. Quranda bunun cavabları var. Harda keçdiklərinə, işlənmə yerinə görə. Məsələn, kafir sözünü biz bir mənada bilirik. Amma kafir sözünün Quran-ı Kərimdə nankor mənası da var. Kafir sözünün haqqı bilərək üstünü örtmək mənası var. Kafir sözünün əkinci mənası var. Quranda hamısı da istifadə olunur. Biz sadəcə bir sözü elə bilirik ki, bir mənada işlənir, o cürə götürürük. Amma adicə, məsələn, mən qadınların döyülməsi ilə bağlı Nisa surəsinin 24 və yaxud da 34-cü ayəsini araşdıranda, baxdım ki, orada ərəb dilindən nə qədər mənası var. Baxdım, Azərbaycan dilində də az deyil. Azərbaycan dilinin izahlı lüğətində, 4 ciltlik lüğətdə vurmaq sözünün düz 30 dənə mənası var. Biz bilirikmi bunların fərqlərini? Xeyr. Biz bilmədən dilimizdə işlədirik bunları. Göz vurmaq, qulaq ardına vurmaq. Bunların hamısını sözdə işləndiyi zaman nə üçün işləndiyinin fərqinə varıq. Yoxsa biz götürsəm desəm ki, Kamran bəy, siz bu sənətlə məşğulsunuz illərdir, mənə vurmaq sözünün 30 dənə mənasını sayın, bəlkə də sayamayacaqsınız. Amma dildə hamısını da işlədəcəksiniz. Ey iman gətirənlər, Allaha itaət edin, Peyğəmbərə itaət edin və sizdən olan əmr sahiblərinə də. Allahı bildik. Peyğəmbərə məsələn, mən necə itaət etməliyəm? Gözəl. Birincisi orada tərcümə xətadır. Sizin dediyiniz tərcümə. Ya yuhəlləzinə əmanu. Əgər sizin dediyinizi tərcümə edirəm. Ətiullahə və ətiur rəsul. Allaha itaət edin, Rəsula itaət edin. Rəsula deyir. Rəsul nədir? Elçi deməkdir. Peyğəmbər dediniz, Peyğəmbər fars sözüdür. Ərəb dilində Peyğəmbər sözünün mənası nəbidir. Quranın heç bir yerində Allaha tək başına itaət əmri yoxdur. Tək başdan gəlmir ki, Allaha itaət edin. Həmişə gələndə Allaha və Rəsula itaət eləyin gəlir. Niyə? Çünki bir insan Allaha itaət eləməyi Rəsul vasitəsilə. Rəsul nədir? Rəsul elçi vasitəsilə. Oradakı Rəsul kimdir? Elçi, oradakı Rəsul bir-iki yerdə də bu mənasında veririk. Həm Allahın göndərdiyi sözdür, həm də Allahın özünün bildirdiyi məsələdir. Çünki orada məsələn 9-cu surənin 1-ci ayəsindən də baxsanız, Allah və Rəsulundan deyirsə ultimatumdur. Demir Allahdan və Peyğəmbərdən. Allah və Rəsul ayrıdır. Ona görə də Nəbiyə Quran-ı Kərimin Nəbi gəlirsə, heç bir zaman Nəbiyə itaət yoxdur. Heç bir zaman Nəbiyə ittiba yoxdur. Heç bir zaman məsələn Allaha tək başına itaət yoxdur. Ancaq belə gəlir itaət. Biz orada İndi izah edeyim buna. Allaha və ikinci dəfə Allah sözü olaraq. Xeyr, oradakı Allaha və Rəsula deyəndə Allahın elçisi nədir? Mən bunu belə izah edeyim. Məsələn deyək ki, mən və yaxud da siz peşəniz nədir sizin əsas? Aktyor. İncəsənəti bitirmisiniz və ömür boyu sizə diplom verilir. Bu ömür boyu siz ölənə qədər bu diplomun yiyəsisiniz ki, siz aktyorsunuz. Amma indi qarşımda oturub biz müsahibə alarkən burada siz jurnalist fəaliyyəti ilə məşğulsunuz. Və yaxud da evdə ailənizin yanında bir yoldaşsınız və yaxud da uşaqlarınızın yanında bir atasınız, övladlarınızın yanında atasınız, valideynlərinizin yanında bir övladsınız. Baxın, Peyğəmbərə, Nəbiyə, yəni buna 40 yaşında deyək ki, vəhy gəldi. Bu ömür boyu, ölənə qədər Nəbidir. Elçilik, rəsulluq missiyası nə vaxtı? Allahdan gələn vəhyi çatdırdığı zaman. Məsələn, deyək ki, Kamran bəy ancaq çəkilişdə və yaxud da teatrda və yaxud da kinoda həmin anda aktyorluqla məşğuldur. Orada başqa roldadır. Amma qalan vaxtlarda yenə də adi bir insandır, amma peşəsi ömür boyu aktyordur. Peyğəmbər də evdə yoldaşı ilə ərdir. Ona ey Ayşə, ey Həfsə, mən bir dənə çay gətir, misal üçün deyirəm. Deyəndə bunu Allahın əmri olaraq əmr eləmir. Yoxsa ona inkar eləyənməzdin, ona qarşı gələnməzdin, ey Məhəmməd dur özünsüz deyənməzdin. Amma burada deyə bilərlər. Və yaxud da
onun özəl həyatı olubdur. Özəl həyatında Allahın əmri olaraq demir ki, gəl indi qucaqlaşaq yataq misal üçün. Amma o peyğəmbər olaraq Həzrəti Ayşənin yoldaşıdır, peyğəmbər olaraq Fərqi Həzrəti yoxdur. Fatimənin Ancaq atasıdır. orada elçi deyil. Elçi nə vaxtdır? Allahdan gələn vəhyi insanlara çatdırdığı zaman elçidir. Baxın, başqa bir misal da verim daha gözəl anlaşılması üçün. Bu möhtəşəm sualdır əslində. Deyək ki, Trump bizim ölkə başçısına bir məlumat göndərir. Səfir vasitəsilə göndərir. Deyək ki, səfirə göndərir, səfir də bizim ölkə başçısına gətirib çatdırır. Bu əvvəllər də oldu, elçilik daşının üstündə gəlib Təbii ki, hər zaman. İndi müasir dövrümüzdən danışıram, əlaqələndirmək üçün ki, hər kəs daha düzgün başa düşsün. Sabah təbii ki, səfirlər də dəyişir, Trump da dəyişir, misal üçün. Amma həmin o söz və yaxud da müqavilə qalırmı, qalmırmı? Qalır. Bu günlərim Allahın elçilik missiyasını yerinə yetirən Məhəmməd Peyğəmbər yaşamır, vəfat edib. Ondan sonra nə qaldı bəs? Əlimizdə kitab var. Həmin yəni o sözlərin yazıldığı mənbə durur əlimizdə. Bu heç vaxt ölməyəcək, heç vaxt dəyişməyəcək, olduğu kimi qalır. Həmin o Allahın elçisinə tabe olmaq, həmin o sözlərə tabe olmaqdır, Qurana tabe olmaqdır, vəhyə tabe olmaqdır. Onda belə çıxır ki, Allaha və Allaha tabe olaq da, Allaha və peyğəmbər niyə Allaha deyil, lazımdır? Ətiullahi və ətiur Rəsul. Onun açıqlamasıdır. Quran-ı Kərimdə dəfələrlə gəlir bu. Hətta onlarla ayələrdə gəlir. Onu ona görə məsələn müəyyən insanların fərqi bundadır ki, onu fərqləndirə bilmirlər. Orada Rəsul Baxın, Qur'andır. Orada Rəsul sözü necə Bəli, işlənir? həmin insan yaşayırsa, məsələn deyək ki, səfir gəlir, həmin o sözü çatdıracaq. Sən səfiri gəldiyinə görə vura bilmərsən, əlindən nə bilim itələyə bilmərsən. Çünki səfir həmin anda vasitəçilik eləyir. Çünki Allahın Rəsulu yaşayırsa, bu vasitəçilik eləyir. Allahın Rəsulu öləndən sonra ya da elçilik dəyişəndən sonra bugün İbrahimdir, Musadır, İsa'dır, Lutdur, digərlərdir. Amma o sözlər qalır. O Allahın vəhyi həmişə qalır. Amma rəsul olaraq, şəxs olaraq gələn insan nəbi olaraq vəfat etdi. Ona görə də Əhzab surəsinin 40-cı ayəsində nəbiliyin bitdiyi bildirilir. Rəsulluqla bağlı bu gün əlimizdədir kitab. Yəni Rəsula itaət, onda elə Allaha itaət eləməkdir. Bəli, kitabına itaət eləməkdir, vəhyinə itaət eləməkdir. Onlar aralarında ixtilaf etdikləri məsələlərdə səni hökm etməyincə iman etmiş olmazlar. Nisa 65 və Peyğəmbər sizə nə verirsə onu alın. Orada da ərəbcəsindən baxa bilərikmi? Ərəbcəsinə mən ərəbcə oxuya bilmirəm. Bir dənə siz o zəhmət olmasa Orada da deyin. çünki elçilik missiyasıdır. Peyğəmbərin şəxsinə heç bir zaman tabiçilik yoxdur. Baxın, elə bir şey olsaydı, Qurandan başqa bir misal da deyim. Əhzab surəsinin 37-ci ayəsində, 33-cü surənin 37-ci ayəsində indiki mövcud tərcüməni deyirəm, mənim tərcüməm deyil o. Orada deyir ki, Zeydə deyir ki, boşanma, arvadın yanında saxla, amma Zeyd boşuyur. Faktiki olaraq Peyğəmbərə qarşı gəlmiş olur. O zaman Peyğəmbərə, yəni dediyimiz indiki tərcümələrlə qarşı gəldiyinə görə o həlak olmalıdır. Yaxud İslam tarixindən, müsəlmanların tarixindən bir misal verim. Uhud savaşında. Peyğəmbər deyir ki, bu dağdan mən əmr eləyənə qədər heç biriniz düşməyin. Və onlar düşdüyünə görə, tabi olmadıqlarına görə orada məğlubiyyətə məruz qalırlar. Buradakı həlak axirətdəki həlak deyil. Onu özümüzdən çıxaraq, faktiki olaraq həlak olurdu. Həm dünyada, həm axirətdə ikisi də ola bilər. Onda belə çıxır ki, məsələn, hardasa Allah bizi biraz çətinə salır ki, yəni Quran bəs eləyir də, yəni Peyğəmbər niyə lazım idi ki, ümumiyyətlə? Peyğəmbər Quranı çatdırdı. Çatdırandan sonra Peyğəmbər bugün yoxdur. İndi bugün Peyğəmbər yoxdursa, biz Peyğəmbərin sözləri deyə bildiyimiz əsrlərdən sonra yazılan kitablara mı tabi olmalıyıq, yoxsa heç bir zaman dəyişikliyə məruz qalmayan Qurana mı tabi olmalıyıq? Allah bizi asanlaşdırıb, biz özümüzü çətinləşdirmişik. Məsələn, bu günlərin bir insana desəniz ki, Quran kifayətdir, 604 səhifəlik kitabdır. Oxuyub rahatlıqla əməl eləyə bilərik, qeydlərimizi eləyə bilərik. Amma biz deyirik ki, yox, bundan başqa hədislərə tabi olmalısan. Kimə? Məsələn, sünnisi ilə şiəsi dəyişir burada. Şiə deyir Kütübül Ərbəə 4 kitab külliyyatına, sünnisi deyir ki, 6 kitab külliyyatına. Deyirəm, yaxşı, bunları da qəbul eləsək. Qardaş, baxıram ki, təkcə Buxarinin səhih olaraq adlandırılan kitabın özünün 60-dan çox, 70-dən çox şərhi var. Hədisin, məsələn, Quranın şərhi olduğu bildirilən hədisin özünün şərhləri var. Niyə? Çünki cavabını verə bilməyibdilər. Mən də deyirəm ki, indi gəlin baxaq. Quran-ı Kərim... Amma Quranın da şərhi var. Quranın gör nə qədər şərhi var. Təfsirləri var, düzdürmü? Bəli. Nə qədər təfsir var indiyə qədər? 100-dən çoxdur. Hansı təfsirini oxumusunuz? Ən azından bir 4-ünü, 5-ini oxumuşam. Tam olaraq İbn Kəsir oxumusunuz. məsələn. İbn Kəsir nə qədərdir? Neçə cilddir? Cildliyini bilmərəm, amma ən azından İbn Kəsir Nə qədərini oxumuşam. oxumusunuz? Başdan ayağa oxumusunuz? Yox, başdan ayağa oxumamışam. Bəli, ona görə gətirirəm ki,
İbn Kəsir məsələn Amma yaşayıb yenə də təfsir çoxdur. 100-ə yaxın təfsir var. daha çoxdur. Məsələn ilk təfsir, yazılan təfsir Muqatil bin Süleymanın təfsiridir. Necə yazılıb bilirsiniz? Yox. Bir dövlətin layihəsi olur. Muqatil bin Süleymana yazdırılır, pulu verilir və günümüzə qədər də dövlət mövqeyi olaraq, dövlət ideologiyası olaraq gəlir çıxır. Hə, nə istəyirlərsə onu yazdırırlar. Misal, deyim sizə. Təfsir olaraq. Misal, bu Abbaslar dövründə yazılır. Abbaslar dövründə bir ayə var orada. Qəsəs surəsində olmalıdır, səhv eləmirəmsə. Deyir ki, sən sevdiyinə hidayət verə bilmərsən, Allah istədiyinə hidayət verər. Tərcümə. Bugün Quran tərcüməsini oxuyuram. Təfsir verirlər. Sevdiyi kim idi Peyğəmbərin? Güya Peyğəmbərin sevdiyi əmsi Əbu Talib idi. Nə qədər çalışsa da onu yola gətirə bilmədi. O hidayət olunmadan kafir kimi dünyadan köçdü. Amma Abbasilər, Abbasın adı ilə olan Haşim oğullarında hakimiyyətin ideoloqu, bünövrəsi sayılan Abbas deyir ki, Allah amma Abbasa hidayət verdi. Və sonra da Siyər kitabları çıxır. Siyər kitabları da həmin dövrdə yazılır, yenə Abbaslar dövründə. Deyir ki, bəs siz bilmirsiniz, Abbas Peyğəmbərin əmisi Məkkənin fəthindən sonra müsəlman olmadı. O əslində ilk gündən müsəlman olmuşdu. Məkkədə qalıb Peyğəmbərə casusluqla məşğul olurdu. Bu ideologiyadır. Orada Əbu Talib bir kənara atılır. Buxarıda Əbu Talibin kafir olduğu bildirilir. Hətta cəhənnəmin ən yüngül yerində olduğu ilə bağlı hədislər güya uydurulub. Güya Peyğəmbər deyib ki, onun ən yüngül yerdədir mənə elədiyi yaxşılıqlara görə. Ayağı yanacaq, beyni partlayacaq oradan hər dəfə. Güya bunu yumşaldırlar. Amma Abbas cənnətlikdir artıq, İslamı qəbul elədi. Hətta Abbasilər dövləti qurulur, Osmanlıdan da çox 7 əsr hakimiyyətdə olur. Belə bir fikir formalaşdırır və o 7 əsr ərzində də 7 əsr nə deməkdir? Bizdə məsələn SSR dövründə olanlar indiyə qədər gəlib çıxıb kitabları, indi dəyişdirdiyi əlifbanı və s. Amma o 7 əsr insanlara hopur, hər yerdə yayılır, çoxaldılır, günümüzə qədər də gəlir çıxır. Biz indi baxdığımız zaman sən soruşulacaqlar ki, sən Muqatil bin Süleymandan çox bilirsən. Dikəl cavab ver buna. Deyirəm, qardaş, qoyun bunu bir kənara. İbn Kəsir dediyinizdə 13-cü əsrdə yaşayıb. Peyğəmbərdən görün 6-cı, 7-ci əsrdə yaşayan Peyğəmbərdən 6 əsr sonra yaşamış bir insana stat gətirsiniz. Onda belə bir qənaətə gəlirik ki, məsələn, Hüseyn ibn Əli Kərbəlada məğlub oldu. Düzdür? İndi prosta ora gəlirəm, indi başa düşürsünüz nə demək istəyirəm. Belə çıxır ki, mənəvi olaraq haqlıdır, fiziki olaraq dünyasını dəyişdi, məğlub oldu. Biz o zamandan bəri belə çıxır ki, Müaviyyə və Yəzid kimilərin İslamını yaşayırıq. Təəssüflər olsun ki, bəli. Reallıq budur. Və nə istəyiblər eləyiblər, nə istəyiblər eləyə Niyə? bilərlər. Çünki məsələn bu günlərim cümə namazdan geçsəniz, cümə namazı ilə bağlı fətva çıxardılar. Həmin dövrdə internet yox, televiziyalar yox, radio yox, qəzet yox. Həmin dövrdə ictimai yığışma yeri məscidlər idi. İnsanların da məscidlərə işi gücü olurdu, tarlalarda və s. bizneslər. Yığışma yeri həftədə bir gün, deyək ki, cümə günü idi. Yığışdığı zaman nə edirdilər? Sən deyir, ora gəlirsən, gəldiyin zaman orada danışmamalısan, imam xütbə oxuduğu zaman cavab verməməlisən. Sən nə edirsən? Gəlirsən orada sənə deyilənləri mənimsəyirsən, götürürsən, onunla da cavab verəmirsən, etiraz eləyə bilmirsən, qarşı gələmirsən. Sənə lazım olan dövlətin, iqtidarın həmin o strategiyasını, ideologiyasını sənə yeridir, sən də onunla gedib ətrafındakilərə danışıb bunu formalaşdırırsan. Bu hər bir zaman elə olub da. Məsələn, bu təkcə İslamla bağlı belə deyil ha. Xristianlıqla bağlı deyilədi. Buddizmlə bağlı deyilədi. Hinduizmlə bağlı deyilədi. Məsələn, bugün Hindistana getdiyiniz zaman yerdə sürünən bir insana yazığınız gəlmir onlarda. Niyə? Çünki deyir, əvvəlki reinkarnasiya nəticəsində, əvvəlki həyatında elədiklərinin nəticəsini indi yaşayır. Bu indi Sansarıda Allah bilir neçənci, yəni, 4-cü, 5-ci həyatını yaşayır. Onu da karma ilə əlaqələndirirlər və s. gətirib çıxardıbdılar bunu. Elşad bəy, hədisləri qəbul etmədən ümumiyyətlə Peyğəmbərin tarixdə real dini lider olduğunu necə sübut edə bilərik? Quranla. Çünki hədislərdə gəlmir onlar. Onlar gələn siyar deyilən, məğazi deyilən kitablarda gəlir. Onlar da hədis deyil. Onun da ən qədimli yazılan İbn İsaqla İbn Hişamın adı ilə bağlıdır. Onlar da nə vaxt yazılıb? Abbasilər dövründə. Çünki Abbasilər dövründə hədislərdir, təfsirdir, siyərdir. Bunların hamısı bir araya götürülür. Dövlət üçün maliyyə problem deyil ki. Gətirirəm, çağırıram Kamran bəyə. Deyirəm, Kamran bəy, bu ideologiyaya uyğun olaraq yazmalısan. Buyur.
Adam oturur, ona uyğun yazır. Məsələn, mən acı günümüzdən bir misal da deyim. Hədisləri ən çox hədis rəvayət eləyən Əhl-i Sünnəyə görə Əbu Hüreyrə adlı bir şəxsdir. Peyğəmbərin sahabəsi olduğu iddia olunur. Bilirik ki, şiəlik bunu qəbul eləmir. Hətta sünniliyin deyək ki, Hənəfi məzhəbini qəbul edirlər. İmam Əbu Hənifə belə ondan bir çox hədisləri qəbul eləmir. Kim Mədinədə deyir, soğan yesə cənnətinə Misal. vacib olar. Misal, ondan sonra da gəlib Muaviyyənin müşaviri işləyibdir. Həmin vaxtı işlədiyi müşavirdə Qəbul Əxbar olur, Qəbul Əxbarın köməkçisi olur və s. Ora girmək istəmirəm. Təcə Əbu Rəyyə adlı bir şəxs yeni vəfat eləyib, ərəb ölkələrinin birindən yaşayırdı. Əbu Hüreyrə ilə bağlı araşdırma aparır və o kitabı çap olunur. Çap olunandan sonra bunu Türkiyədə, türkcə tərcümə elətdirməkdən ötəri onlarla insana pulu ilə, artıqlaması ilə verilir, heç kim tərcümə eləmir ki, mövcud dini anlayışa ziddir. Axırda zorla bir nəfərə elətdirib elə çap edirlər. Bu günümüzdə də elədir. Məsələn, mənim deyək ki, kitabımı qadağan eləyir. Niyə? Çünki mövcud ənənəvi din anlayışına zidd olduğuna görə. Halbuki baxsanız orada mövcud ənənəvi din anlayışına zidd nəyə dəymişəm? Peyğəmbər heç bir zaman demişəm 6 yaşındakı qızla nişanlanıb 9 yaşında da Ayşə ilə özü 53 yaşında olanda evlənə bilməz. Buna etiraz eləmişəm, onu qeyd eləmişəm. Yəni 7 mövzunu işləmişəm, amma bunu həmin orada işləyənlərin məhzəb düşüncəsinə zidd olduğuna görə qadağan elədilər. İndi nə deyək buna? Yaxşı ki, internet var, yaxşı ki, qonşu ölkələrdə çap oluna bildi. Amma məsələn, əslində hədis elmi, məsələn, heç Roma hüququ hədis elmi kimi qorunmur əslində. Hədis elmi dediyimiz nədir? Hədis üsulu deyirlər birincisi. Hədis üsuluna baxdığınız zaman, məsələn, orada baxırsınız, hədislər necə gəlir? Misal, ravisi var, zənciri var. Baxın, ravilərlə bağlı bir misal deyəcəm. O zəncir dediyimiz. Bizi helal adıbdılar həmişə. Çünki mən bunun, bilirsiniz ki, mənşəyindən oxumuşam. Hətta orta məktəbdə belə ilahiyyat oxumuşam. İlahiyyat kolleci oxumuşam. Digər mənim qədər, baxın, bunu təvazökarlıqdan uzaq da olsa deyirəm, dinlə bağlı təhsil alan ikinci bir şəxs yoxdur. Niyə? Çünki orta məktəbdən əvvəl də mədrəsəsini oxumuşam. Vallahi 30 il oxuyanlar da sizin dediyinizin əksini deyir. Deyə bilər, 30 il sonradan oxuyurlar. Orta məktəbdən gələn bir şeydən danışıram. Mən ilahiyyat kolleci oxuyanda, məsələn, bu günlərim insanların müzakirə elədiyi İmam Əbu Hənifənin, məsələn, Fiqhul Əkbərini biz orta məktəbdə keçirdik. Və yaxud da Buxari və Müslimin ikisinin bərabər olan hədisləri, Əl-Lulu və Mərcanı mən orta məktəbdə keçirdim. Yəni ondan sonra bakalavr və s. indinin özündə də doktorantam. Deyə bilərsiniz 30 ildə oxuyanlar. 30 il yox, 50 il də oxuya bilərlər. Əgər bir düyməni 7 yaşında amma hafiz olan da var. Tamam ya, hafiz olmaq da bu günlərim telefonunuzdakı hafizlər ondan daha çoxdur. Düyməni əgər bir yerdə səhv bağlamısansa, o səhv gedəcək. 30 il səhv gedəcək. Məsələn, adamı indiyə qədər deyək ki, mənim öz dostum var elə bir nəfər. 40 neçə yaşına gəlib hönkür-hönkür ağlayırdı ki, mənim indiyə qədər, bu yaşa qədər 46 ildir, atam anam bildiyim şəxs atam anam deyilmiş. Yəni o zaman bunu indi... Yəni ona görə oxumaq da heç meyar deyil. Xeyr, əsas məsələ odur ki, nəyi oxuyursan, düzgün oxu. Məsələn, bu günlər o qədər kitablar var ki, bir insan ömür boyu bütün kitabları oxuyub qutarmağı mümkündürmü? Xeyr. Mümkün deyil. O zaman nəyi oxuyacam? Bu önəmlidir. Məsələn, məndən soruşsanız filan kitab oxumusanmı? Xeyr. Bestsellerdir, niyə oxumamısan? Maraq dairəmdə deyil. Mənim öz ixtisasıma uyğun ixtisaslaşmağa önəm verirəm. Hər kəsin oxuduğunu oxuyacam deyə bir mənim üzərimə götürdüyüm bir mövqem yoxdur ki. Ona görə bu məsələlərdə də elədir. Biz məsələn hədis deyirik. Adamdan soruşsam məsələn hədislə bağlı hədis iki cürə gəlir. Necə gəlir? Baxın, ilahiyyatçılarla bizim böyük bir söhbətimiz oldu bundan bağlı. Deyirəm ki, hədis iki cürə gəlir. Biri əhəd hədis deyirlər, biri mütəvatir. Əhəd hədis nədir? Deyək ki, mən və yaxud da Kamran bəy Peyğəmbərdən bir söz eşitir. Tək eşitir. Gəlib mənə danışır. Mən də deyirəm ki, Peyğəmbər belə deyib. Konkret bunu dediyimə görə, arada Kamranı dediyimə görə bir dənə kəsinti yarandı. Bu termin dəyişir. Və yaxud da deyir ki, Kamran bəy gəlir deyir ki, filan kəs belə demişdi. Bu əhəddir. Əhəd hədis sonra bölünür kateqoriyalara. Buna deyirlər səhih, sonra deyirlər həsən. Həsən sözü də Peyğəmbərin ölümündən hardasa 100-200 il sonra çıxdı. Sonra deyirlər daif, zəif yəni. Zəifin özü bölünür 6-7 yerə. Mərfu var, uydurulmuş hədislər və s. Bir də var mütəvatir. Mütəvatir ən güclüsüdür. Yəni məsələn Peyğəmbər söhbət eləyir, Peyğəmbərdən 50 nəfər eşidir, sonra 50 nəfər orada olmadığı halda gedir başqa yerdə bunu 50 nəfərə danışırlar. Yəni burada yalan olmağı mümkün deyil. 50-si də eyni şeyi danışır. Bəli, amma orada məsələ nədir? Məsələn, deyirəm ki, ən güclü, ən yaxşı bildiyiniz bir də mütəvatir hədis gətirin. Məsələn, gətirirlər. Mən kəzzəbə əleyyə fəlyətəbəvvə məqədəhu minənnar. Kim mənə yalan istinad eləyərsə, cəhənnəmdəki yerini hazırlasın. Gözəl.
İndi deyirəm başqa bir versiyasını mən sizə deyim. Mən kəzəbə əleyyə mütəəmmidən fəlyətəbəvvə məqədəhu minənnar. Mütəəmmidən sözü əlavədir. Qəsdən sözü əlavə olundu. Qəsdən eləyərsə. Ha, burada deyirəm ki, qardaş, sənin ən səhih olaraq bildiyin hədisin özündə belə zən var. Zən isə dinin mənbəyi, mənşəyi, vəhyi ola bilməz. Quranda isə belə bir zən ola bilməz. Bəs Quran özü necə gəlib bizə o zaman? Quran Dildən dilə gəlib axı. yazılı şəkildə gəlir. Quran ilk gəldiyi dövrdə, məsələn, Zəlikəl kitab deyir. Konkret kitabdan bəhs edir. İlk gəldiyi andan etibarən yazılıb hər bir zaman. Və sizcə Elşad bəy, yazanlar Bəli, səhv yaza bilməzdi? mümkündür. Çünki yazanlar professor deyil. Məsələn, bugün Kamran bəyə də götürüb desəm ki, bir dənə ərizə yazın, mən də yazsam, ikimizdə də müəyyən səhvlər ola bilər, imla xətaları ola bilər. Olmayıb mı? Olub. Yoxlayıbdılar. Yoxlamalardan keçir. Bax o hədisi danışanlar ki, deyə professor deyildi. Bəli. Elə belə baxanda Quranda o adamlar yazıb da. Adamların yazdıqları yazılı şəkildə qalıb və günümüzə qədər gəlib çatıb. Onların dedikləri heç biri günümüzə qədər gəlib çatmayıb. Baxın, ən səhih olaraq qəbul edilən sünnilikdə Buxaridir. Buxari Peyğəmbərimizdən 200 illər sonra yaşayıb. Buxarinin özünün yazdığı, topladıqları günümüzə gəlib çıxmayıb. Buxarinin tələbəsinin və yaxud da tələbəsinin tələbəsinin və yaxud da tələbəsinin tələbəsinin tələbəsi də gəlib çıxmayıb. Bilirsiniz nə vaxt gəlib ilk gələn? Buxarinin ölümündən 470 il sonra 1301-ci ildə vəfat eləmiş Əl-Yunini adlı bir adam çıxır. Deyir, Buxarinin topladıqları budur. Ondan sonra da bir əsr sonra İbn Həcər Əl-Əsqəlani çıxır. Fəthül Bari deyə bir əsər yazır. Deyir ki, sənin yazdığı, məsələn, budur Buxari, ona şərh yazır. Ondan sonra da Bədruddin Əl-Əyni çıxır. O da başqa bir kitab yazır, deyir Buxari şərh yazır. Hətta bir-birlərinə də rəddiyə yazırlar. Yəqin bir 300-400 il bundan sonra deyəcəklər ki, bir 14 əsrdən sonra da bir İndi Elşad bəy var idi. Onu niyə deyəməyəcəklər? Çünki biz çəkirik. Görüntülər var. Bunlar reallıqlar var. Onların heç biri yoxdur keçmişdəkilərdə. Səsimiz var, danışığımız var. Bu realdır. Amma onların heç biri real olaraq gəlməyib. Müdaxilə, məsələn, mən sizə bir hadisə də danışım. Məsələn, Əl-Vaqidi çox məşhur bir tarixçi olur. Bir nəfər bunu araşdırır. Araşdırarkən görür ki, Vaqidi bir mövzuda bir məqamı fərqli qeyd edir. Deyir, mənim tanıdığım, araşdırdığım, kitablarını oxuduğum Vaqidi bunu deyə bilməz. Həmin dövrdə çap yoxdur ki, əlyazmalardır. Gedir əlyazmaları tapır. Baxır ki, ilk yazılan deyək ki, Vaqidi sizsiz, sizdən sonra 6 nəfər köçürüb bunu. Baxır ki, 3 nəfəri məzhəbi başqa olduğuna görə Vaqidinin yazdığı oradakı həmin o məqamı öz məzhəblərinə görə dəyişibdilər. Gedir əslini tapanda görür ki, bəli, tamamilə fərqli bir məqam ortaya çıxdı. Ona görə deyirəm ki, burada çox belə məsələlər olub və olmağa davam edir. Amma bu videodur, görüntüdür və s. Bunlar onun qarşısına Bu işi daha da rahatlaşır. Təbii ki. Allah buyurur ki, Allah sizin üçün çətinlik istəmir. Bəqərə 185. Amma eyni zamanda buyurur ki, kim Allahın hədlərini aşarsa zülm etmiş olar. Yəni, asanlıq hökmün ləğvi deyil. Asanlıq şəriətin içində olan rahatlıqlardır. Amma Elşad bəy buyurur ki, dində şəriət ağırlaşdırılıb, Allah bunu istəməyib. Bəli. Çünki, baxın, Allahın hədləri dediyimiz nədir? Allahın hədləri, bunlara məsələn, Quran-ı Kərimdən başqa fiqh sonraki dövrlərdə, əsrlərlə sonra çıxan fiqhdə hədd cəzaları deyilən bir məsələ var. Məsələn, hədd cəzası nədir? Kimisə nəyinsə oğramaq. Sən Allahın qoyduğu həddi aşırsan. Nəysə oğradığın zaman Allahdan nəsə oğramırsan. Çünki bütün hər bir şeyimizi, oğradığımızı belə bu dünyada qoyub gedirik. Mənim dediyim hər bir şeyi bu dünyada qoyub gedirik. Heç nə aparmırıq. Apara bilmirik. Mümkün deyil. Ona görə Allahın həddlərini aşmaq, Allahın qoyduğu qayda qanunları çeynəməkdir. Məsələn, bu günlərim Azərbaycanda yaşayırıq. Azərbaycanın qanunvericiliyində müəyyən məsələlər var ki, məsələn, gələndə deyirsiniz ki, burada parklama, burada parklandığın zaman cəza yazılacaqsan. Bu çətinləşdirmə də asanlaşdırma. Kimə görəsə çətinləşdirmə, kiməsə görə asanlaşdırmadır. Amma müəyyən vaxt ərzdən çıxanda oradan götürüb gələcəm. Amma yox, bu olmasa qoyacam burada saatlarla gedib başqa işlərimi eləyib gələcəm, başqasının yerini tutacam. Allah deyir ki, lə ikrəhə fid-din. Dində heç bir məcburiyyət yoxdur. Məsələn, namaz qılanda belə namazı qılmağı bizə məcbur eləmir. Qılın deyir, tövsiyə xarakterli. Qılmasan Allahın Allahlığı azalmır. Qıldığımız zaman da Allahın Allahlığı artmır. Allah kiməsə də fəxr eləyib demir ki, mən görsəm bəndən bunu elədi. Bu bizim üçündür. Oruç tutanda biz bu günlərin bilirik ki, orucun faydaları var. Namazın faydalarını inkar eləmək mümkün deyir ki. Amma bunu Allah üçün mü eləyir? Xeyr, bizi yaradan bizi bizdən daha yaxşı tanıyır.
Ona görə də qeyd edir ki, bunu elədiyiniz zaman sizin üçün daha yaxşı olacaq. Məsələn, psixoloqa misal üçün deyirəm, demirəm ki, getməsinlər, amma getməyə ehtiyac qalmayacaq, Allahla ünsiyyət quracaqsan, Allahın yalnız olmadığını biləcəksən, hər bir şeylərdə Allahlı hərəkət eləyəcəksən. Bunlar insanlar üçündür. Mən bu günlərim Kamran bəyə zərər vermərəm. Nə əlimdən, nə dilimdən çalışaram ki, ona heç bir xətər toxunmasın. Fərqli düşünə bilərik, normaldır. Bu fərqliyimiz bizim zənginliyimiz olmalıdır. Müxtəlifliyimiz bizim həqiqətən zənginliyimiz olmalıdır ki, Allah da Quranda nə deyir? Bizi fərqli yaratdığını bildirir. Nə üçün? Bizim bir-birimizi daha gözəl tanımağımız üçün. Məsələn, bugün ailədəki övladlarım hamısı eynidirmi? Xeyr, dördü də bir-birindən fərqlidir. Yenə də məndə sual yaranır ki, əgər, məsələn, Quran kifayətdir deyirsiniz. Bəs Quran niyə öz-özünü izah edən kitab kimi deyil, təfsir tələb edən kitab kimi nazil olub? Siz deyirsiniz onu təfsir tələb edən kitab. Məsələn, bir adam açıb oxusaydı ki... Amma sizin yazımlarınız da var ki, sizin də təfsiriniz var məsələn. Deyim onu. Niyə yozuram? Baxın, bilirsiniz ki, ölkədə bu günlərim, dünənlərimdə belə bir şey keçirildi. Su ilə bağlı, qıtlığa qarşı vəziyyətin necə olması ilə bağlı müşavirə keçirildi. Ölkə başçısı və nazirləri yığdılar. İndi gəldik məsələyə. Məsələn, deyək ki, biz bu günlərim Azərbaycanın ən böyük su ehtiyatı Kür çayıdır. Kür çayın mənşəyi hardandır? Türkiyədən gəlir, düzdürmü? Gələndə Gürcüstandan keçərək gəlir, çıxır Azərbaycana. Biz həmin o mənşəyindən çıxanı gedib oradan rahatlıqla içə bilirik. Amma bu gün bura gəldiyi zaman rahatlıqla içə bilirikmi? Xeyr. Təmizləmə qurğularla keçirdirik. Filtrdən. Bəli. Misal, indi biz filtr deyirik, böyük bir qurğulardan da keçir ondan sonra. Texniki sulardan içmə... Problem odur ki, digər təfsirçilər də bu fikirdədir. İndi gələm ora. Təfsir bilirsiniz necədir? Mənşə qalıb, mənşəyə o qədər əlavələr, çər-çöplər, başqa vasitələr axıdıbdılar ki, biz onu indi təmizləmək məcburiyyətindəyik. Bu təmizləməyə şərh vermək məcburiyyətini hiss edirik. Amma bu ilk dövrdə olduğu kimi gəlsəydi, heç bir problem yox idi. Niyə? Çünki adamlar Qurana heç nə əlavə eləyə bilmədilər, amma təfsirlər vasitəsilə öz ideologiyalarını, mənfi düşüncələrini, fikirlərini insanlara o cürə çatdırdılar. O problem buradan qaynaqlanır. Bunda hər şey əgər ağla uyğunlaşdırılırsa, o zaman imanın nə xeyri var? İman nədir? İman güvənmək deməkdir. İman göz yumulu şəkildə mən inanıram demək deyil. İnsan kimə güvənər? Tanıdığına, bildiyinə güvənər. Biz Allahı düzgün şəkildə tanıdığımız zaman, bildiyimiz zaman ona iman gətiririk. İman gətirmək güvən deməkdir. Məsələn, bu günlərim insanların əllərindəki olan o dollarda yazaraq in God we trust. İnanırıq demir. We trust biz güvənirik deyir. Güvənmək əslində inanmağı da əhatə edən bir məsələdir. Məsələn, mən inandığıma güvənərəm. Bilmədiyim şeyə inana bilmərəm. Məsələn, siz deyirsiniz ki, təfsirə ehtiyac yoxdur, amma təfsirə ehtiyac var ki, bu təfsirlər yazılır da. Yazılıb, ancaq bu günlərim həmin o təfsirlərə baxın, onlar bizim işimizi daha da çətinləşdirib. Misal, bu gün təfsirlərdə İsrailiyyət deyilən bir bölüm var. İsrailiyyət nədir? İsrailiyyət Yahudilikdən və yaxud da Xristiyanlıqdan, yaxud da mövcud olan Tövrat, Talmud, Tanah, Mişna, İncillər və s. gələn məlumatları uyğunlaşdırıb bizə təqdim edir. Məsələn, insanın yaradılışı ilə bağlı məsələdə baxırıq ki, hədis gətirir. Hədisə baxırsınız, həmin hədisə, bu mövcud, bu gündə mövcud olan Yahudilərin müqəddəs kitab qəbul elədikləri Tanahın, birinci bölümü olan Toranın, birinci hissəsində olan məqamı götürüb də eyni hədis kimi bizə təqdim edibdilər. Amma Qurana baxdığımız zaman Quran neyinir? Deyir ki, müsəddiqən limə beynə yedək. Onların əlləri arasında olanları təsdiq edir. Təsdiq nədir? Olduğu kimi qəbul eləmək deyil. Bu, məsələn, biz bir dənə sənədimiz olur. Sənədə aparırıq notariusa. Notarius baxır, yoxlayır həqiqətə uyğun olub olmadığını. Həqiqət isə təsdiq edir, həqiqət deyilsə onu geri çevirir. Yəni, Quranın təsdiq eləməyi də budur. İsrailiyyət isə nə gəldi? İnanın, təfsirlərə baxın, o zaman Lut Peyğəmbərin qızları ilə yatdığını qəbul eləməliyik. Süleyman Peyğəmbərin kafir olduğunu qəbul eləməliyik ona görə ki, məsələn, 300-dən çox deyir xanımı olub, sonra xanımlarına xoşla gəlmək üçün bütlərə sitayiş eləyib. Və yaxud da Davud Peyğəmbərin öz sərkərdəsinin xanımına gözü düşdüyünü, ondan ötəri sərkərdəsini göndərtirib, həlak olmasına səbəb olduğunu və onu aldığına inanmalıyıq bu təfsirlərə görə. İnanın, təfsirlərə görə biz inanmalıyıq ki, güya Peyğəmbər çöldə bir qadın görürmüş, xoşdan gələn, dərhal qaçırmış öz xanımlarının yanına. Yəni, bunun mənə nə aidiyyəti var? Həmin o təfsirin verdiyini mən niyə qəbul eləməliyim?
O təfsirlərə baxın, inanın bizim Məlik Məmməd nağılı ondan daha rasional olaraq qarşınıza çıxacaq. O zaman məsələn siz İslamı anladığınızı iddia edirsiniz, yoxsa onu müasir dünyaya uyğunlaşdırmağa çalışırsınız? Baxın, müasir dünya dediyimiz hal-hazırda yaşadığımız dünyadır, düzdürmü? Hal-hazırda yaşadığımız dünyaya görə biz nə deyirik? Bu günlərin biz texnologiya əsrində yaşayırıq. Bilmirəm, Afrikada olmusunuz ya yox. Afrikaya getdiyiniz zaman orada elə cəngəlliklər var ki, orada heç texnologiya yox, acə elektrik enerjisi yoxdur. Onlarla eyni dövrdə yaşamırıq mı? Eyni dövrdəyik. Məsələn, Bangladeşə getdim. Orada Arakanda, Myanmada Budistlərin həlak elədikləri, öldürdükləri, qətlə yetirdikləri müsəlmanların övladlarının, qalanlarının yaşadıkları yerə getdik. Bir düşərgə idi, icazə ilə. Adamların olduğu yerdə bir dənə elektrik enerjisi yox idi. Baxın, Bangladeş o qədər də hamısı olan bir şeydir. Düzdür, inkişaf eləməyəsə də bir elektrik enerjisinin olduğu, telefonla istifadə elədikləri bir yer idi. Amma onlarda yox idi. Hətta mən onların dərsə gedərkən adi kulyok tapıb, ora öz dəftər və s. qoyduqlarını görüb, şəkillərini çəkib evdəkilərə deyirdim ki, siz çanta davası edirsiniz, buyurun buna baxın. Yəni, bu dövr dediyimiz anlayış buna görə fərqli göstərir. İndi müasir dövrümüz dediyimiz zaman hansı müasirlikdən danışırıq? Bizim geyim tərzimizdənmi? Və yaxud da texnoloji imkanlardan istifadə edib çəkilişimizdənmi? Yaxud da deyək ki, hər hansısa bir yerə təyyarə ilə getməyimizdənmi? Yaxud da nəyi? Amma müasir dediyimizdə Allah Quran göndərəndə bu elə bir kitab olmalı idi ki, Allahın kitabı həm 7-ci əsrdəki insanlara çağırış eləməyi bacarmalı idi. Həm 21-ci əsrdə yaşayan insanlara çağırış eləməyi bacarmalıdır. Həm də Bangladeşdə dediyim o insanlara da müraciət eləməyi bacarmalıdır. Eyni zamanda Avstraliyaya gedəndə aborigenlərə müraciət eləməyi bacarmalıdır. Eyni zaman Yakutlara getdiyi zaman ora müraciət eləməyi bacarmalıdır. Meksikaya getdiyi zaman orada deyək ki, qədim o Mayalardan qalanlar varsa onlara müraciət eləməyi bacarmalıdır. Kitab, Allahın kitabı bu olmalıdır. Yoxsa təkcə ərəblərə gəlib, bizim bu günlərin başa düşdüyümüz bir kitab ola bilməz. Bu hər kəsə şamildir. Və bu ona görə bizim yaşadığımız dövrdən, zamandan asılı olmayaraq hər bir zaman insana müraciət edən bir kitabdır. O zaman bunu müasirləşdirmək deyil, anlamağa çalışırıq biz. Mən buradan da həmişə deyirəm ki, bu Allah belə deyir iddiası ilə çıxış eləmirəm. Mənim bundan anladığım budur, bunu sizə təqdim edirəm. Bəlkə sabah biri çıxacaq, Elşad bəy, siz burada səhv anlamısınız, ən gözəli budur deyəcək. Mən də həmin insanın əlindən öpüb başıma qoyacağım ki, elm dediyimiz budur. Mən bunu istəyirəm, yoxsa bir-birimizi təkzib eləyək, bunu yalanlayaq deyil. Mən deyirəm, bir araya gələk, fərqli düşüncədə olanlardan daha gözəl bir nəticə ortaya çıxaraq. Yoxsa biz bir-birimizi itələməklə, başqalaşdırmaqla, özgələşdirməklə nə qazanacaq? Heç nə. Allah nə deyir? Və tesmu bihablillahi cəmiyyən. Allahın ipindən hamılıqla bircə yapışın deyir. Firqələrə bölünməyin. Allah bizi deyir, müsəlman adlandırmışam 22-ci suranın 78-ci ayəsində. Bundan gözəl nə ola bilər? Biz o zaman Allahın bizi adlandırmasını bəyənməyib özümüzə fərqli adlarla çağırmağımız Quranın özünə ziddir. Çünki biz bundan uzaq qalmışıq. Bizə həmişə elə öyrədilir. Mən bu günlərim, indi bayaqlarım belə təvəzzökarlıqdan uzaq olaraq dediyim, aldığım təhsilə qarşı çıxıram bu günlər. Mən bunun burulğanını, vulkanını içimdə yaşamıram mı? Yaşayıram. Mən burada ciddi, özüm ziddiyyətlər, paradokslar yaşamamışam mı? Yaşamışam. Ona görə qarşı gələn insanları düzgün başa düşürəm. Bilirəm onlar da nələr yaşayır. Niyə etiraz eləyirlər? Niyə fərqli cavablar verirlər? Amma araşdırmağa çalışsa, öyrənməyə çalışsa, inanın, bəlkə də daha çox şeyləri onlar özləri etiraz eləyəcəklər. Amma eləmirlər bəzən. Çox sağ olun. Siz də Sağ olun. İrşad Miridən Quranı sevdirəcək yeni əsər. Ali İmran surəsinin izahlı tərcüməsi. Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxan, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz.